Fituni ləqəbli bir Şamaxı ermənisi var. Onun özü yazır ki, biz kilsədən bizə xəbər verirlər ki, Makedon İskəndər Qafqaza gələndə əhalini tanıyıbdır, xəzinəsini burada tapşırıb, qoyub bastırıb gedibdir. Sonra öldürüblər xəzinəni Makedoniyaya apara bilmirlər. Güya Makedon İskəndərin xəzinəsi kilsədə məlumat verirlər, ya Şamaxı ətrafındakı kəndlərdən birindədir, ya Qarabağdadır. İki yerə bölünürlər. 20-ci illərin ortalarında tədqiqat aparırlar. Həmin o Fituni mənşəli erməni yazır ki, biz İskəndərin xəzinəsini tapmadıq, ancaq inanmadığımız qədim yazılar tapdıq. O yazılar Şamaxının Qurtlar Quşçu kəndlərindən idi. Bir də Qarabağın Qurtlar Quşçu kəndlərindən İkisi də eyni addır. Eyni addır, bəli. Orada da var, burada da var. Tapdıq. O yazıları istədik ki, Qaraçı damğaları kimi elmi ictimaiyyətə təqdim eləyək. Jurnallarda məqalələr çap elətdirək. Ancaq mümkün olmadı. Ona görə ki, açıq-aydın bu türk runik yazıları idi. Ona görə biz onları Tiflisə göndərdik. Dalınca Fituni xəbərdarlıq eləyir. Yoldaşlar, siz bunları Tiflisdə qoymayın qalsın. Tiflisdə Tatar çoxdur, xəbər tutarlar. Göndərin Peterburqa xəbərlər olmasın. Və burada göstərir ki, nə qədər yazılı daşlar vardı. Hansı türklüylə bağlı idi, İslamiyyətlə bağlı idi.